Ali Məhkəmə həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev barəsindəki hökmü dəyişməyib. APA-nın məlumatına görə noyabrın 18-də keçirilən prosesdə Hacıyev haqqında verilən 10 illik həbs cəzası, mənzilinin və bank hesabındakı vəsaitin müsadirəsi hökmü qüvvədə saxlanılıb. Fəal öncə xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunub. Sonradan ona qarşı qanunsuz sahibkarlıq, qaçalmazlıq, vergidən yayınma və başqa əlavə ittihamlar da irəli sürülüb. Bəxtiyar Hacıyev özünü təqsirli bilmir və Daxili İşlər Naziri Vilayət Eyvazovun ünvanına etdiyi tənqidlərə görə onun sifarişi ilə həbs olunduğunu iddia edir. Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin həbsdə olan sədri Anar Məmmədlinin ləğv olunmayan məhkumluğu yeni işdə ağırlaşdırıcı hal kimi göstərilir. Noyabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda vəkil Cavad Cavadlı bildirib ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarına görə Anar Məmmədlinin öncəki həbsi qanunsuz hesab edilib. Buna baxmayaraq, onun əvvəlki məhkumluğu hələ də ləğv edilməyib və indi bu məhkumluq statusu yeni işdə ağırlaşdırıcı hal kimi istifadə olunur. Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının məhkəmə iclasında zərər çəkənin anasının ifadəsində ziddiyyət yaranıb. Noyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində zərər çəkən kimi tanınan Qurbanəli Yusifovun anası Səliminə Yusifova dindirilib. Proses zamanı hakim və dövlət ittihamçısı xatırladıb ki, Yusifova ifadəsində Azər Qasımlının oğlunu təhdid etdiyini deyib. Daha sonra Qasımlı ona sual verib və Qurbanəli Yusifovun təhdid edildiyini görüb-görmədiyini sorub. O isə cavabında görmədiyini deyib. Azər Qasımlının növbəti sualına cavabda Yusifova bildirib ki, bu barədə həyat yoldaşından, həyat yoldaşı isə oğlundan eşidib. Amerika Birləşmiş Ştatlarının yüksək rütbəli hərbi rəsmilərindən ibarət nümayəndə heyəti noyabrın 20-sində Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ-nin təklif etdiyi yeni sülh planını müzakirə etmək üçün görüşüb. Məlumata görə ABŞ-nin yeni təklifləri arasında Ukrayna silahlı qüvvələrinin sayının azaldılması, bu ölkənin NATO üzvlüyü iddiasından əl çəkməsi, Rusiya üzərindən sanksiyaların götürülməsi, Krım, Luqansk və Donetskin Rusiyaya verilməsi kimi şərtlər var.